evimizə həyətinə maşın girsin, elə ki, maşını da görsət həyətində. Qardaş, maşının 2 dənə, belə deyək, həyətinə 2 dənə maşın girir. Bu öz yerində. 2 mərtəbə, 2 mərtəbə. Monolit beton. Qardaşımız çox səliqəli, çox belə ürəyin istəyən, möhtəşəm bir dənə ev yaradır. Gəl. Nəysə, bax, gözəl qardaşım. Aşağıda bir dənə otaq kimi də bu nəzər almaq olar. Koridor kimi də nəzər almağa, şkafları falan hamısı yeri yerində. Və bu nəzərimizə çatdırıram ki, orta, pelekanlar hamısı betonlandır. Ev çox səliqəli və özü üçün işlənir, yəni bu ev. Çox səliqəli. Yuxarı qalxdıq. Gəl burada, gəl burada. Ya, balaca yatıb deyə burada sakit durur. Otağımız buradadır. Gəl. Bir dənə yekə zalımız var burada. Çox səliqəli evdən. Baba, geniş. İkinci otağımız. İkinci belə bir otağımız var. Səliqəli, çox salidli. Bu da bizim kuxnamız. İstəyirsə kuxnalı aşağı verib buranı da otaq eləmək var. Cesik otaq elə bura. Hamam sanuzeli göstərirəm. Qəşəng, səliqəli, xudmani bir dənə hamam sanuzelimiz var. İndi isə keçirəm qiymətə. Qiymət. Elə sənin ürəyincədir. Bax, elə video baxanda dedin, 80 min, 70 min olacaq. 70 min, 80 min bu evin qiyməti deyil. Baba, bir dənə bax, alo dinən ki, qardaş, gəlim evin behini qoymağa. Niyə? Çünki bugün üçün 119'da qardaşım düz yolundan 50 metr məsafəsi var. 119'a 50 metr məsafədə 2 mərtəbə ürəyin istəyən həyətinə 2 dənə maşın gelir. Bunu da nəzərinizə çatdırım ki, evimizdə elektronikadan başqa bütün əşyalar qalır. Nə görürsənsə hamısı. Ekskluziv qiymət qardaş. Zəngvəgə behvi qardaş. 60.500 manat. Ekskluziv qiymət. Allah alana da, satana da xeyirli eləsin. 2 mərtəbə evdə 60.500 manat. Nə deyim evdə?